Mənim 30 sot sahəm var. 30 sot sahədən mən ildə ton yarım, 2 tona yaxın çay yığıram. Çayın bol olması hava şəraitindən də asılıdır. Hava şəraiti yağmurlu, günəşli, gözəl olanda biz çayı çox yığırıq, çox olur. Yığımı da çox olur. Çay məhsulu da çox əldə edirik. Ümid edirik ki, çayımız bol olsun, çox çay yığaq. Zakatalanın çay plantasiyalarında yığıma hazırlıq işləri görülür. Hava şəraiti əlverişli keçsə, may ayının ortalarından məhsulun toplanılmasına başlanacaq. Alaqotlardan təmizləmə işləri gedir. Gördüyünüz kimi, bu il göründüyün kimi keçən illərə baxanda hava şəraiti biraz soyuq keçir. Hava şəraitinin soyuq keçməsi çayın yığımının biri gec başlaması təsir edəcək. Nə qədər ki, hava şəraiti soyuq keçir, çay yığımı gec başlaya bilər. O da bizdən asılı deyil, hava şəraitindən asılıdır. İndi hava şəraiti may ayında istiləşmə getsə, may ayının ortalama ayının 15-nə, 20-sinə çay yığımı başlaya bilərik. Amma yox, belə havalar soyuq keçsə, mayın axırına kimi uzana bilər. Rütubət sevər olduğu üçün yağıntının çox düşməsi çay bitkisinin inkişafına müsbət təsir edir. Yağıntılar torpaqdan nəm ehtiyatını artırmaqla yanaşı bitkini vegetasiya dövrünə aktivləşdirir və daha yaxşı və sürətli şəkildə inkişaf etməsinə imkan yaradır. Nəticədə isə məhsul yığımı zamanı daha keyfiyyətli və bol məhsul əldə olunur. Hava belə yağışlı keçdiyinə görə çay yığımımız biraz gecikibdir, amma bizim üçün əlverişlidir. Yağışlı havada çaylar yaxşı gəlir. Çox çay əldə edə bilirik. 40 sot çay sahəm var. 1 ton, ton yarım, 2 tona yaxın çay yığa bilirəm. Heç bir kübrələrdən, kimyəvi maddələrdən istifadə etmirik. Hər il 3-4 dəfə alaq çəkirik, təmizləyirik. Amma normadan artıq yağış alaq otlarını artırır. Yağışların yağması bizə əl verir. Yəni çay yaxşı olur. Ancaq məhsul çox olur. Ancaq ki, alaq kollar da çoxalır. Onu da əllə təmizləyirik. Heç bir kimyəvi maddədən istifadə eləmirik alaq otları məhv eləmək üçün. Ona görə də 3-4 dəfə alaq otlarını təmizləyirik. Hər yığımdan sonra da təmizləyirik. Yəni əl gəzirik mütləq çay sahələrində. Məhsulumuz daha yaxşı olsun, təmiz olsun, yığanda bizə rahat olsun. Zakatala rayonunda ümumilikdə 15 hektar çay plantasiyası mövcuddur. Bu il 15-20 ton arası yaş məhsul toplanacağı gözlənilir. Bu da təxminən 6 ton quru çay deməkdir. Nigar Davudova, Vüqar Mirzəyev, Rəşidə Zülfüqarova, AzTV xəbər.